Bağışlamaq böyük bir prosesdir. Oldu. Biz elə bilirik ki, insanlar arasında anlaşmazlıq olur. İndiki zamanlar necədir? Nedorozumeniya olur. Anlaşmazlıq olanda nə olur? Deyirsən ki, mənə bağışla da, deyib bağışladım. Elə bir ki, ürəyini sındırmışdım. Bizə bir Allahla da belədir məsələ. İndi elədim də bağışla məni. İncitmişdim səni, bağışla. Sən onu incitməmişdin. Sən öz barmağı kəsib qoymuşdun yerə. İndi barmağı götürüb gəlmirsən. Deyirsən, məni bağışla, bağışla, yəni onları bitişdir. O da sənin üçün bitişdirirsən, deyirsən, belə də olmalıdır. Sən deyirsən, belə də olmalıdır. Tövbə çox əzəmətli bir məsələdir, çox təəccüblü bir məsələdir. Hər dəfə tövbə eləyəndə, Allah bizi bağışlayanda bizim üçün möcüzə eləyir hər dəfə. Bilirsiniz, möcüzə. Hər dəfə kəsilən bədən üzvlərimizi bitişdirir valla. Bilsin, niyə? Maddi aləmdə asandır, hər şey görürük də, şəffafdır. Mənəvi aləmdə də, bax bu əməllər var, günah. Günah yəni adama xəsarət yetirən işlər. Pərdə çəkilsə gözünün önündən, necə dünyada görürsən ki, adam başını divara vuranda başı yarılır, o da mənəvi aləmdə eyni şeydir. Sadəcə görmürük deyə başa düşmürük. Onun adını nəsə qoymuşuq mücərrəd, günah, Allaha elə bir nəsə eləmişik. Xeyr, o da təbii qaydalarla özvə nəsə eləməkdir. Ona görə də bir dənə bax məqama fikir verin. Tövbənin qəbulu, insanın bağışlanması Allahın rəhməti ilə yanaşı, həm də qüdrətini bizə çatdırır. Hər kəs bağışlama, yəni Allah Quranda birisi nə deyir? Buyurur ki, mən yəğfiruz zunubə illəllah. Allahdan başqa kim bağışlaya bilər ümumiyyətlə? Məsələ bundadır. Yəni Allahdan başqa kim bu işin öhdəsindən gələr? Tövbə təkcə rəhmət məsələsi deyil, qüdrət məsələsidir. Allahın gücü çatar bu işləri eləsin sənin üçün. Sən bir dənə xəta eləyirsən, bütün dünyanın nizamın bir-birinə vurmusan. Çünki heç hər şey bu dünyada elə dəqiq, mikroskopik, belə deyə də, dəqiq, polad bir nizamla hərəkət eləyir. Sən gəlib orada bir dənə bunu qarışıqlıq salırsan, bilirsən nə qədər dalğa yaranır, bütün varlıq aləmini bir-birinə vurursan, sən hər dəfə tövbə eləyəndə bilsin olur, Allah təzdən yığır bunları, sən öz xeyri və istiqamətləndirir. Sonra deyir ki, bunu mən eləyə bilərəm, bunu heç kəs eləyə bilməz. Bağışlamaq bu deməkdir. Yoxsa biz elə bilir ki, Allah'a incitmişdik, deyir, bağışla. O da deyir, hə, yaxşı da da get. Biz elə başa düşürük. Allah deyir, bağışlamağa məndən başqa gücü çatmaz. Heç kəsin söhbət rəhmətdən getmir təkcə, qüdrətdən gedir. Bağışlamaq üçün qüdrət lazımdır. Bu elə-belə bağışlamaq deyil. Bağışlamaq, yəni əyləskiyi düzəltmək, bütün talevi dəyişmək, hadisələrin axarını dəyişmək. Bir dənə hadisələr gözləyir də səni. Orada nə qədər adam dəxli var idi o hadisəyə? Bir sürü nə qədər adam qarışdırmışdın bir-birinə. Hamısını birdən belə təzədən rəflərə düzür Allah.